Əgər uşağınızı incidirlərsə, nə etməlisiniz? Uşağa mədəni şəkildə özünü müdafiə etməyi necə öyrətmək olar? Əgər biz uşaq mühitindən danışırıqsa, hərəkət ardıcılığı belə ola bilər. Əvvəlcə qarşı tərəfə de ki, bu sənə xoş deyil. Məsələndir, mənə xoş deyil ki, sən məni itələyirsən. Əgər o dayanmırsa. Əlini irəli uzat və ucadan de, dayan. Dayandır. Mənə xoş deyil. Əgər bu da kömək etməzsə. Təhqir edən adamdan mümkün qədər uzaqlaş. Əgər o, sənin arxanca gəlirsə, böyüklərdən kömək istə. Bu bacarığı mənimsəmək bir neçə il çəkə bilər. Uşağınız sizə onu incidən bir hadisəni danışanda, bu ardıcılığı onunla birlikdə təkrar keçin, bütün algoritmi onunla birgə işləyin. Uşağın hansı addımda ilişib qaldığını müəyyən edin. Ona bütün zənciri xatırladın. Rolları bölüşərək səhnələşdirin. Əvvəlcə siz uşaq rolunda, balanız isə incidən rolda olur. O, onunla nə etdiklərini göstərir. Siz isə buna necə reaksiya vermək lazım olduğunu göstərirsiniz. Bunu bir neçə dəfə təkrarlamaq olar, sonra rolları dəyişirsiniz və uşaq özünü necə müdafiə edəcəyini göstərir.